Salam əziz həmkarlar. ABC Akademiya sınaq 1. Leykoz irsi qan xəstəliyidir. Xeyr. Qanın zəif laxtalanmasıdır. Xeyr. Cinsi xromosomla ilişiklik keçir. Xeyr. Hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır. Xeyr. Qırmızı sümük iliyində çox leykozitlərin yaranmasıdır. Bəli. Biri aiddir Y variantı. Sual 2. Şəkildə verilən damarlarla böyük və kiçik qan dövranına aid olmasına görə qruplaşdırın. Baxın, 2 aortadır, 1 aşağı boş venadır, yuxarı boş venadır, 5 aşağı boş venadır, 3 ağciyər kötüyüdür, 4 ağciyər venasıdır, 6 da ağciyər venasıdır. Siz də bilirsiniz ki, aortadır, yuxarı və aşağı boş venadır, bu böyük qan dövranıdır. Deməli, 1, 2, 5 böyük qan dövranı. Ağciyər kötüyü, ağciyər venaları da kiçik qan dövranıdır. Deməli, 3, 4, 6 da kiçik qan dövranına aiddir. Bu delədir C variantı. Sual 3. İnsanda qanın qidalı maddələrlə maksimum zənginləşməsindən bilavasitə sonra göstərilən orqanlardan keçmə ardıcıllığı. Deməli, maksimum zənginləşəndən sonra bağırsaq venası vasitəsilə birə gəlir qaraciyərə, daha sonra aşağı boş vena ilə gəlir ürəyə, ürəkdən sonra da ağciyərə. Yəni, getmə ardıcıllığı 1, 3, 2. D variantı. 5 rəfiqənin qan qrupunun testləri nəticəsi aşağıdakı cədvəldə verilmişdir. Gəlin baxaq. Natavanda anti-A, yəni va yoxdur, minus anti-B də yoxdur, anti-D-si var üstə gələk. Deməli, natavanın eritrositi boşdur. Bu, birinci qan qrupu müsbətdir. İlahədə anti-A var, anti-B yoxdur, anti-D var. Deməli, ilahə ikinci qan qrupu müsbətdir, A-sı var. Dürdanədə B-si var, A-sı da yoxdur, D-si də yoxdur. Deməli, dürdanə üçüncü qan qrupu, B mənfidir. Könülə baxıram, A-sı da var, B-si də var, D-si yoxdur. Deməli, könül A, B, yəni dördüncü qan qrup mənfidir. Fəxriyyənin anti-B-si var, anti-A-sı yox, anti-D-si də var. Deməli, Fəxriyyə də üçüncü qan qrupu B müsbətdir. Deyir, qan kartbaha yazılmamışdır. Natavan nə oldu? O RH müsbət, yəni o birinci qan qrup müsbət, düzdür. İlahə nə oldu? İlahə A müsbətdir, ilahəyə B müsbət, üçüncü qan qrupu verib, amma ilahə ikinci qan qrupudur. Elə ilahə səhvdir, B variantı. Dürdanə nədir? Dürdanəyə baxaq. Dürdanə üçüncü yazılan B mənfi, dürdanəyə B mənfi verib elə. Könülə də olacaq AB mənfi, könülə ilə AB mənfi verib. Fəxriyyə də olacaq B müsbət, fəxriyyəyə də elə B müsbət verib. Deməli, ilahiyə səhv verib, B bəndi. Yəni, burada bilirsiniz bunu necə tapdıq? Bax, birinci qan qrupu O ilə işarə olunur. Birinci qan qrupu eritrositi boşdur. Plazmasında anti-A da var, anti-B də var. Anti-D də, əgər anti-D eritrositində varsa müsbət, yoxdursa mənfi. İkinci qan qrupu AA-da işarə oluna bilər, A0-da işarə oluna bilər. Bunun eritrositində agen var, antiteli B-dir. Üçüncü qan qrupu BB-də işarə olunur, B0-da. Bunun eritrositində B var, yəni antigen B. Antiteldəki harada var? Plazmasında. İndi anti-A nədir? Gen. İndi anti-A olacaq ikinci qan qrupunda, anti-B olacaq üçüncü qan qrupunda. Dördüncü qan qrupunun eritrositində həm A var, həm B var. Antitel, yəni plazması da boşdur. Əgər mənfi olarsa, plazmasında mən anti-D-ni görə bilərəm. Plazmada anti-D varsa mənfidir, eritrositdə isə müsbətdir. İnsan sakit halda N qədər tənəffüs akt etmişdir. Bir tənəffüs hərəkətində 2 akt edirəm. Bəs N qədər aktı neçə tənəffüs hərəkətində? X. X də bərabərdir. N bölü 2-ni buradan tapdım. Bu müddət ərzində onun ağciyər kapillyarlarından qana keçən oksigen qazının miqdarı xaric edilən havadakı karbon qazının miqdarından nə qədər çox olar? Ümumiliklə, ağciyər kapillyarlarıma 25 oksigen keçir, xaric olunan karbonda 20-dir. Normalda bir tənəffüs hərəkətində 25-20-dən 5 vahid çoxdur. Yəni, bir tənəffüs hərəkətində 5 vahid çoxdursa, N bölünsün 2 tənəffüs hərəkətində nə qədərdir? X. X də bərabərdir, 5N bölünsün 2. Bu deyir Y variantı. Orta yaşlı insanda sakit nəfəs alıb, dərindən nəfəs verdiyi zaman, sakit nəfəs alanda 500, dərindən nəfəs verəndə
Bir, məsələn, 1500 aldığı havanı verir. Bax, dərindən aldığı havanı verir 1500. Bir də əlavə havanı verir 500. Bunu da toplayırsınız. Sakit nəfəs alanda 500, dərindən nəfəs verəndə də 2000. Bu da nə eləyir? 2500. Bax, necə hesabladım yenə deyirəm. Deyir, orta yaşlı insan sakit nəfəs alıb dərindən nəfəs verdiyi zaman udduğu və xaric etdiyi havanın cəmi. Baxın, sakit nəfəs alanda udduğu 500-dür. Dərindən nəfəs verdiyi zaman xaric etdiyi, yadınızda saxlayın, aldığı tənəffüs havası ilə bərabər əlavə 1500-ü də xaric edir. O deyir 2000. Bunun da cəmin səndən soruşur, cəmi də 2500-dür. İnsanın ürək boşluğuna arterial qan gətirən damarların sayı 4 dənə ağciyər venasıdır. Venoz qan gətirən damarların sayı da 2 dənə aşağı yuxarı boş vena. 4-ün 2-yə nisbəti, bu da 2-nin 1-ə nisbəti eləyir. C variantı. Hansı damarların zədələnməsi zamanı ilk yardım göstərilmişdir? Baxırıq ki, burada müsbət, yəni möhkəm sarğıdan istifadə olunur. Deməli, mütləq turnada var. Arteriya damarıdır, bir də iri venadır. 2-4. İnsanın hansı orqanlarına qan vena damarı ilə daxil olur? Ağciyər venası vasitəsilə ürəyə daxil olur. Bir də qaraciyər vena vasitəsilə qaraciyərə daxil olur. Ümumilikcə, qaraciyərdə vena, kapilyar vena istiqamətində qanın hərəkəti var. İnsan en qədər tənəffüs aktı icra edərsə, xaric etdiyi karbon qazının miqdarı. Bir tənəffüs hərəkətim 2 aktdan ibarətdir. En aktım neçə tənəffüs hərəkətidir? En bölünsün 2. Və mən bir tənəffüs hərəkətində 20 santimetrin kubu xaric edirəm. En bölünsün 2-də nə qədər? X. X də bərabərdir. En bölünsün 2 vurulsun 20. Bu deyir 10 n. B variantı. 10 vurulsun n. C variantı. B-də çıxır. N çıxılsın onda, amma C variantında vurulsundur. Bu deyir C bəndi. İnsanın limfası eritrositlərə malikdir, xeyr. Hemoglobinə malikdir, xeyr. Leykositlərə malikdir, 3. Qırmızı rəngdə olur, xeyr. İfrazat məhsulunu daşıyır, 3, 5. Bir insanın sağ qolunda vena damarına vurulan dərman ürəkdən hansı ardıcıllıqla keçər? Bax, sağ qolumla vurdum. Yuxarı boş vena ilə gəlib, həmişə bizim sağımız sol, solumuz sağdır. Yuxarı boş vena ilə gəlib töküləcək ürəyin sağ qulaqcığına 1. Oradan keçəcək sağ mədəciyə. Sağ mədəcikdən ağciyər kötüyü ilə çıxır 3-ə. Gedir ağciyərdə təmizlənir. Təmizlənmiş qan ağciyər venası vasitəsilə gəlir sol qulaqcığa. Sol qulaqcıqdan sol mədəciyə 4. Sol mədəcikdən də aorta vasitəsilə çıxır 2. Deməli oldu 1, 3, 4, 2. C variantı. Qan dövranının gediş yolunu bilməlisiniz. İnsanda hansı orqanlar sisteminə aid olan orqan vena damarı ilə qan gətirilir? Qaraciyərə gətirilir, o həzmə aiddir. Ürəyə gətirilir, o da qan damara aiddir. Bu deyir B variantı. İnsanın normal halda ürək siklinin ikinci fazasına sərf olunan zaman n bərabərdir 0,3 mədəciklərin yığılması. Onun ömrü nə ilə ifadə olanlar? 0,3 n-in yerinə qoy. Məsələn, A variantında 2-ni 0,3-ə vururam, eləyir 0,6. Mən də bilirəm ki, ürək sikli 0,8-dir. Amma C variantına baxın, 0,3 üstə gələk. 0,3 3-ə böləndə eləyir 0,1. Bu da eləyir 0,4, 2-yə də vuranda 0,8. Bu da eləyir C variantı. Sağlam insanda qan təzyiqi. Ümumilikcə, sürət deyəndə arterial böyükdür vena, vena böyükdür kapilyar. Təzyiq deyəndə arteriya böyükdür kapilyar, kapilyar böyükdür vena. Yəni vena arteriyadan da kiçikdir, kapilyardan da kiçikdir. Bu da eləyir A variantı. Hansı xəstəliyə qarşı insanda anadan gəlmə təbii immunitet mövcuddur? Əlbəttə ki, donuz vəbasına qarşı insanda anadan gəlmə immunitet mövcuddur. Sakit halda ağciyər alveollarından qana 1600 ml oksigen qazı daxil olduğu zaman bunu bir tənəffüs hərəkəti ilə tap. Bir tənəffüs hərəkətində 25 daxil olur və 1600 neçə tənəffüs hərəkətində 2. Buradan 1600-ü bölürük 25-ə, bu deyir 64 tənəffüs hərəkəti. Sən də bilirsən ki, 1 dəqiqədə 16 tənəffüs hərəkəti eləyirsən. Bəs 64-də nə qədər 2? X-i də bölürsən 16-ya, tapırsan 4 dəqiqə. İndi sənə deyir ki, bu vaxt ərzində ürəyin mədəciyi 0,8 saniyə siklində
ürək mədəcikləri 0.5 diastolada olur. Bəs 4 dəqiqədə onu da cavaba bax saniyə ilə verib, saniyə ilə tap. 4 vurulsun 60-da da x. 4'ü vurarsan 60'a, onu da vurarsan 0.5'ə, böləsən 0.8'ə. 4 vuraq 60, vuraq 0.5, bölək 0.8. Bu da eləyir 150 saniyə. Y variantı. Xəstəlik zamanı sümük iliyində normadan çox leykositlər yaranır və nəticədə qanın rəngi ağarır. Bu leykozdur. Sakit halda ağciyər alveollarından qana 1600 ml oksigen qazı daxil olduğu vaxt ərzində. Yuxarıda tapdım ki, bu 4 dəqiqədir. Ürək qulaqcıqları 0.8 saniyə siklində ürək qulaqcıqları 0.7 nədir? Diastoladır. 0.1 yığılır, onda 7 diastol olur. 4 vurulsun 60'da da x. Buradan da x bərabərdir. Tapassan 210 saniyə. Bu deyir B variantı. Şəkildə hansı rəqəmlə göstərilmiş orqanlara vena damarı daxil olur? Dediyim kimi, bir qaraciyərə qaraciyər venası, bir də ürəyə ağciyər venası. 3, 4. X plus Y-in tapın. Tənəffüs hərəkətləri 5. Bir tənəffüs hərəkətində alveollardan qana 25 keçir. Bəs 5 tənəffüs hərəkətində nə qədər x? Bu eləyir 125. Xaric olunan karbon qazı bir tənəffüs hərəkətində xaric olunur 20, 5'də də x. Bu eləyir 100. Səndən də 125 ilə 100'ün cəmin soruşur. Bu eləyir 225. C variantı. Uyğunluğu müəyyən edin. Baxıram ki, A-da sarıyır, B-də turna qoyub, C-də də zəif yod məhlulu qoyub. Qanı ürəyə aparan kiçik damarların zədələnməsi zamanı tətbiq olunur. O birə aiddir elə vena damarlanması kiçik venalarda. Qanın hərəkət sürəti 0.5 mm saniyə, 0.5 mm-cə bu kapilyardır. 3'ə aiddir B. İri damarların zədələnməsi zamanı tətbiq olunur. Bu da arteriyadır, turna. 1'ə A, 2'yə C, 3'ə B. Bu da eləyir A variantı. Qanın hərəkət istiqaməti. Yuxarıda verilənlərdən hansılar insanın qaraciyərində ola bilər? Arterial kapilyar vena ola bilər 1, 2 böyrəyə aiddir, gətirici arteriya, çıxarıcı arteriya. 3 də yenə qaraciyərə aiddir, vena, kapilyar vena. Deməli, bu da oldu 1, 3, D variantı. 24. Yenicə oksigenlə birləşmiş qan ürəyə gəldikdən sonra ürəkdən hansı damarlar çıxır? Yenicə oksigenlə birləşmiş qan venalar vasitəsilə, yəni hansı vena? Aşağı və ya yuxarı boş vena vasitəsilə gəlir yenicə oksigen, yenicə oksigenlə, üzürlü sayın, ağciyərdə oksigenlə birləşmiş qan ağciyər venası vasitəsilə gəlib töküləcək ürəyin sol qulaqcığına, sol qulaqcıqdan sol mədəciyə, mədəcikdən də aorta vasitəsilə çıxacaq. Bu da eləyir C variantı. Sakit halda ürəyin mədəcikləri 6 dəqiqə diastola vəziyyətində olmuşdur. Bu zaman 0.8 saniyə siklində mədəcikləri 0.3 yığılır, 0.5 diastol olur. Və 6 dəqiqə diastola nə qədər zamanda eləyir x? Buradan 0.8'i siz 0.8'i vuracaq 6'ya. Bu niyə vurulmadı? 0.10'da üzürlü sayın qoyun vuracağım. 0.10'da qoy. 0.8'i vuracağım 6'ya, böləcəm 0.5'ə. 0.8 vur 6 böl 0.5. Bu da eləyir 9.6 x bərabərdir 9.6 dəqiqə. Siz də 9.6 dəqiqəni çevirin saniyə, vurun saniyə. Bu da eləyir 576 saniyə. İndi sənə deyir ki, bu zaman ərzində insanın ağciyər alveollarından qana keçən oksigen qazının və xaric etdiyi havadan, bax, 1 dəqiqədə elə dəqiqə ilə yaza bilərdim. 16 vurulsun, yəni 16 tənəffüs hərəkət eləyirəm. Ağciyər alveollarımdan 25 və 9.6 dəqiqədə x. Buradan 9.6'nı vurursan 16'ya, onu da vurursan 25'ə. Bu eləyir 3840. Bunu da 60'a saniyə ilə yazsam 6400. B bəndi eləyəcəklər. 6400 millimetri buradan tapdım. Saniyə ilə yazacağıq. Dəqiqə ilə yox. 9.6 vurulsun 62. Yəni dəqiqə ilə yazmırsınız saniyə ilə. Sonra bunu buradan tapdıq. 6400 millimetr.
Bir də xaric etdiyi havadakı karbon qazının. Yenə bir tənəffüs hərəkətində sən 16 vurulsun 20, 9,6 vurulsun 60-da da 2. Bunu tənəffüsü də tapıb yaza bilərdik, amma tapmadıq deyə o formada yazırıq. Vururuq 60-a, vururuq 16-ya, onu da vururuq 20-yə. Və ya baxın, burada da cavab alınır, amma bunu bu yolla da yaza bilərsiniz. Buradan 9,6 dəqiqəni tapdınızmı? 1 dəqiqədə 16 tənəffüs hərəkət eləyirəm. Və 9,6-da nə qədər tənəffüs hərəkət eləyəcəm? Bunun riyazi yolunu harda səhv gedirik? Cavabı alırıq, sadəcə qısa versiyasını istəyirəm biləsiniz. Sakit halda insanın ürəyinin mədəcikləri 6 dəqiqə sistola vəziyyətində olmuşdur. Həmkarlar, sistola deyirik, biz diastola ilə yazırıq axı. 0,8 saniyə siklində 0,3 sistola olur. Və 6 dəqiqədə nə qədər x? Mən də bayaqdan diastola ilə yazıram. 0,8-i buradan vurursunuz 6-ya, bölürsünüz 0,3-yə. Bu da eləyir 16. Elə 16 1 dəqiqə deməkdir də. 1 dəqiqədə 16 tənəffüs hərəkət eləyirəm. İndi deyir bu zaman ərzində, yəni bu zaman 1 dəqiqədə ağciyər alveollarından qana keçən elə birbaşa 16-nı vuraram 25-ə və xaric etdiyi karbon qazının miqdarı olaraq hesablayın. Yəni buradan siz 16 dəqiqəni tapmışdınız da və ya belə yazın elə birbaşa. 16-nı vurun 16-ya, onu da vurun təzdən 25-ə, yəni bu formada da. Bax, 1 dəqiqədə 16 tənəffüs hərəkət eləyirsiniz. 25 santimetrin kubu da hərəsində qan oksigen keçir və 16-da 2. Buradan tapırsınız 6400 mm. Karbonu da soruşanda yenə 1 dəqiqədə 16 vurulsun 20, 16-da da 2. Yəni 16 tapmışdınız axı bayaq. 16-nı yenə vurursunuz 16-ya, onu da vurursunuz 20-yə. Bu da eləyir 5120 mm. Bu da B variantı. Dediyim kimi biz bayaq diastola ilə yazmışdıq. Burada sistola deyir, sistola. O bizi çaşqınlıq yaratdı. Şəkildə quruluş verilən damarlardan şəkildə quruluşu verilən damar hansı ola bilər? Baxıram ki, burada qapaqcıqlar, skelet. Bax, qapaqcıq varsa deməli venadır. Bu da olacaq bud venası, D variantı. İnsanın qan damar sisteminə aid şəkildə işarələnmiş damarlar üçün aşağıdakılardan hansı doğrudur? Bax, 1 ağciyər arteriya, ağciyər venasıdır. 3 ağciyər arteriyasıdır. Bu oldu kiçik qan dövranı. Ürəkdən bu aortadan çıxan damardır. Bu da aşağı boş ven olacaq, qaraciyərə gətirən. Bu da böyük qan dövranı. Böyük qan dövranına aid olmaq xeyr, kiçiyi də var. Arterial qandaşmaq axı 3 ilə 4 venoz daşıdır. Ürəyə doğru açılan tək istiqamətli xeyl, epitel saya və bütün damarlar, bəli, epitel saya, əzələ bir də birləşdirici toxumadan ibarətdir, düzdür. Bu da eləyir D variantı. Burada nə deyir? Qanın sentrifugura edilməsi nəticəsində əmələ gələn X və Y hissələri haqqında uyğunlaşdırmadan hansı yanlışdır? X plazmadır, Y də formal elementdir. Y eritrosit ola bilər, düzdür. Y qan lövhəciyi, trombosit ola bilər, düzdür. X su ola bilər, düzdür. Plazmada var. X glikoz ola bilər, düzdür. Amma plazmada ATF yoxdur. Bu da eləyir Y variantı. Aşağıda sağlam bir insanın qaraciyər kapilyarlarından 2 fərqli molekul keçmə istiqaməti verilmişdir. Hansı ola bilməz? Gəlin baxaq. Məsələn, A variantında qan plazmasından toxuma mayesinə glikoza, qaraciyər hüceyrəsindən toxuma mayesinə karbon keçə bilər. A düzdür. B-də ammonyak, Y sidik keçə bilər, düzdür. C-də amin turşusu verib ki, amin turşusu qan plazmasından toxuma mayesinə keçə bilməyəcək, nə də qaraciyər hüceyrəsindən toxuma mayesinə keçə bilmir Y. Yəni burada səhvdir, elə C variantı. Oksigen keçir, düzdür. Vitamin keçir, düzdür. Sağlam bir insanın ağciyərlərindən keçən hemoglobinin miqdarı ümumilikcə dəyişmir. Buna birləşən oksigendən karbon-12-nin miqdarı dəyişir. Bu da olur Y variantı. Sakit halda insanın tənəffüsü zamanı alveollardan qana keçən karbon qazının miqdarı, oksigen qazının miqdarı xaric olunan karbon qazının miqdarından 120 mm çoxdur. Bir tənəffüs hərəkətində 25 daxil olur, 20 xaric olur, 5 çoxdur. Və 120 neçə tənəffüs hərəkətində çox olacaq 2. Buradan 120-ni bölürəm 5-ə, tapıram 24 tənəffüs hərəkəti.
Bu zaman ərzində sakit halda ağciyərlərə keçən ümumi hava. 24'ü də birbaşa vururam 105 santimetrin kubuna. Ümumi havanı soruşur, diqqətli olun. 24'ü ümumi deyəndə 500'ə vururuq həmkarlar. Tənəffüs havası normal halda 500'dür. Oksigenin ümumi miqdarını soruşsa 105 vuraram. Amma ümumi hava dediyi üçün bir normal tənəffüs havasında 500 alıram. 24 də vururam 500'ə, o da eləyir 12.000. A variantı. Ümumi oksigen soruşsaydı 105'ə vuracaqdım. Toxumalara keçən oksigeni də soruşsaydım vuracaqdım 25'ə. Burada nə deyir? Döş boşluğunun həcmi 0 T1 aralarında zəifləyib. Deməli, burada nəfəs vermədədir. T1 T2 aralığında artıb, burada da nəfəs almadadır. Deyir, hansı doğrudur? 0 T1 zamanında insan nəfəs verir, bir düzdür. T1 T2 zaman aralığında ağciyər təzyiqi azalır. Həcm artırsa təzyiq azalır, əks mütənasibdir. 2 də düzdür. 0 T2 zamanı aralığında diaframa əzələsi günbəz şəkilli olmuş, sonra isə yastılaşmışdır. Bəli, nəfəs vermədə günbəz şəkilli, nəfəs almada da yastılaşır, düzdür. Deməli, 3'ü də doğrudur. 1, 2, 3, Y variantı. Sağlam insanda qan aşağıda verilmiş hansı funksiyonu həyata keçirmir? Toxumalar oksigen daşıyır, qan hüceyrələri sümüklüyündə əmələ gəlir, B variantı. Parçalama məhsullarını toxumalardan çıxarır, düzdür. İstilik tənzimində iştirak eləyir, düzdür. Hormonları hədəf orqanıdır, düzdür. Deməli, burada oldu B variantı. Aşağıdakılardan alveol kapilyarlarındakı qanın axın istiqaməti göstərilmişdir. Bax, alveoldan, məsələn, oksigen qana keçir, karbon O2 alveola keçir. Mənə nə deyir? Hansı doğrudur? Bu istiqamətə gedəndə azotun miqdarı artır, yox. Oksihemoglobin azalır, yox. Alveollardan keçir kapilyara. Karbon iyonlarının miqdarı azalar. Karbon iyon düzdür də, karbon azalır deyə karbonu verib alveolu oksigeni alıb, doğrudur. Silik cövhəri artır, yox. Qida maddəsi artar, yox. Bu da elədir C variantı. İnsan sakit halda tənəffüs hərəkətləri edir. Növbəti tənəffüs haqqı zamanı insan dərindən nəfəs alaraq, dərindən nəfəs alanda 2000. Təzdən dərindən nəfəs verir. Bax, dərindən nəfəs aldı 2000. Təzdən aldığı bu dərindən nəfəsi 2000-i bir də əlavədə 1500'ü verəcək dərindən nəfəs verəndə. Bax, bunu toplayasınız. İndi bunu hardan aldı? Dərindən nəfəs alanda əlavə hava ilə 500'də tənəffüs havası alıram. Bu eləyir 2000. Dərindən nəfəs verəndə bir aldığım bu dərindən nəfəsi verəcəm 2000'i. Bir də əlavə ehtiyat havamı 1500'ümü verəcəm. Yəni 2000 olur mənim dərindən nəfəs almam. Bunu yazdım. Dərindən nəfəs vermədə də yenə deyirəm. 2000 bu aldığım dərindən nəfəsi verəcəm. Əlavə də 1500 əlavəni verəcəm. Yəni daxilimdə olan ehtiyatımı da. Bu da eləyir 4000, 5500. Y variantı. Aşağıdakılardan hansı limfa maiyesinin içərisində ola bilməz? Hemoglobin limfada yoxdur. Mineral duz var, gliserin var, yağ turşusu var, leykosit var. İnsan sakit halda 64 tənəffüs hərəkət eləyib. Böldüm 16'ya, tapdım ki 4 dəqiqəyə. Bu müddət ərzində ürəkdən aortaya neçə dəfə qan qovulur? 1 dəqiqədə 75 dəfə. 4'ü də vururam 75'ə, tapıram 300 dəfə. Qan beyin hüceyrələrindən keçərkən hansının miqdarı artar? Karbon qazının miqdarı artacaq. Oksihemoglobin azalır, silik cövhərdə dəyişmir. Bu da eləyir A variantı. Yalnız 1. İnsan bir tənəffüs prosesləri ilə əlaqəli olaraq çəkilmiş qrafikdir. Aha, məndən nəyi soruşur? Qarın daxili təzyiq. Nəfəs almada bəli, qarın daxili təzyiq artır. Nəfəs almada. Nəfəs vermədə azalır. Bax, bir doğrudur. 2 də döş daxili həcm. Nəfəs almada artır, nəfəs vermədə azalır, düzdür. Döş daxili təzyiq, nəfəs almada azalır, nəfəs vermədə artır, düzdür. Təzyiqlə həcm əks mütənasibdir. 3'ü də. 1, 2, 3. Aşağıda şəkildə sağlam bir insanın damarlarında qanın axın sürətinin dəyişməsi 1 ilə göstərilmişdir. Hansı səbəb ola bilməz? Baxıram, arteriyada artıb, sonra kapilliyarda azalıb, venada bir də artıb. Nəsə artım baş verib də. Ürək döyüntülərinin sayı artanda bəli. Belə deyim, qanın axın sürəti artacaq. Qanda adrenalinin miqdarı artanda da artır. Amma atmosferdəki oksigenin miqdarının artması axın sürətinin artmasına təsir eləmir. Bu da eləyir B variantı.